qələbə münasibətilə təbrik edirəm Samir müəllim. Komanda erkən qollarla belə deyək də, yəni tam olaraq hesab açdı. 2 qol vurmasına rəğmən komandada yenə bir narahatlıq sezilirdi. Yəni bu rahatlıq hansı ki 2 top fərqli kifayət qədər, yəni yaxşı nəticədir. Bu bir anlıq necə olur ki, narahatlığa çevrilir Neftçi adına? Narahatçılığın səbəbi birinci hissədə son dəqiqələrdə uzaqdan buraxılan qol və çox boynun üstündə durmuşduq. Nəyin üstündə durmuşduq? Dedik ki, qalib gələk və milli pauzası ki var. Bu həm bizə əhval-ruhiyyə baxımından çox kömək eləyər ki, yaxşı məşqlərimizi eləyək milliyə. Gedən uşaqlar yaxşı əhval-ruhiyyədə gedərlər və s. və çox durmuşduq. Biraz narahatçılıq ondan idi ki, qol buraxdıq və ardı da gələ bilərdi. O biraz uşaqlarda, biraz onu sözün açığı o qədər də anlamadım. Yəni, oyunu həmən məcrada davam etdirib, bəlkə də qollar da vurmaq olardı. Amma yəni birinci hissədə doğrudan da yaxşı futbol göstərib, yaxşı atakalara çıxıb, momentlər yaradıb və qol vurmaq, haqlı olaraq da 2-0 öndə çıxmaq və ikinci hissədə oyunun tam elə bir ki, tələbi dəyişdi, artıq mübarizə aparmalısan, döyüşməlisən sözün əsl mənasında. Bu tərəfdən də baxanda, yəni nə qədər kritikana yanaşsaq ki, niyə belə oturduq, amma bu tərəfdən də biz baxsaq, ondan da uzaq çıxdılar futbolçular. Yəni deyək, demək, haradasa 100% moment, bəlkə də bir dəfə oldu, 2 dəfə, bilmirəm, xatırlamıram, amma oradan da yenə deyirəm, uzaq çıxdılar, mübarizəni sonra kimi apardılar. Buna görə də sağ olsunlar. Əsas bu günləri 3 xal çox önəmli idi biz üçün. Həm çempionatdan qopmamaq üçün bunun da öhdəsindən gəldik. Samir bəy, qarşıdan milli komandalara görə fasilə yaranır. Adətən belə fasilələr bəzi komandaların xeyrinə olur, bəzilərinin əksinə. Siz necə fikirləşirsiniz? Bu Neftçiyə müsbət mənfi tərəfi olacaq? Yəni, hər tərəfdən baxmaq lazımdır. Nəzərə alsaq ki, məsəl üçün də Emin Mahmudov kimi oyuncumuz zədəlidir və ona biraz onun kimi Azərəli digər oyuncular var ki, uzun müddətli zədəlidirlər və onlara bu pauza bizə əlverişlidir, kömək olacaq. Bu baxımdan yaxşıdır. Amma heç bir komanda inanmıram ki, bu qədər pauzaya yəni razı olsun. Çünki haradasa oyunun ritminə, tempinə düşürsən və birdən bu qədər pauza, ondan sonra özünüz görürsünüz, bu pauzadan gələndən sonra oyunlar, bütün oyunlar hansı məcrada keçir, və elə bir ki, birinci dəfə oyuna başlamış kimi olursa, bu baxımdan bunun mənfi tərəfləri də var, amma eləcə bir şey yoxdur, uzun illərdir bu baş verən prosesdir, artıq biz məşqçilər buna alışmışıq, futbolçular alışıblar, biraz çətindir, düzdür, bunları həmən pauzadan sonra evdə oynayacaq arazla olur, ora kökləmək, amma bu da bizim işimizdir. Samir bəy, qələbədən sonra belə sual bəlkə sizi kədərləndirəcək, amma hər halda bilmək istəyirəm. Neftçi mövsümün sonunda hədəfinə çata bilməsə, yəni Avrokuboklara vəsiqə qazana bilməsə, istefa verəcəksiniz? İstefa verməliyəm mi sizə? Avrokuboklara yollana bilməsə, məncə yerinə düşər. Yəni getməliyik də, hə? Bəs o nəzərə alsaq ki, 5 xalla götürmək, 9 oyundan sonra bir dənə qalibət olmamaq. Siz bu vəsiqəyə gələndə hansı yükün altına girdiyinizi bilirsiniz? Yəni o yükün, yəni mənlə o yük barəsində danışanda yanımda idinizmi? Mən demirəm, o yanınızda idi, yanında. Amma Neftçi Avrokuboklara vəsiqə qazanmırsa, bu uğursuzluq deyilmi? Klubsa, əlbəttə hər halda uğursuzdur. Amma nə qədər, yəni, bəs siz özünüz verilişlərdə, danışığınızda, o danışığınız nədir, bu danışığınız nədir ki, yəni bu qədər məşqçimi dəyişmək olar, bir klubda bir məşqçi bir uzun müddət işləməlidir, mən və ya digəri fərqi yoxdur, bir komanda quruluşu var, Tim Volley, mən bu vəziyyətdə komandanı götürmüşəm, fikirləşirəm ki də, yəni pis yolda deyilik, nəticələrimiz də ora gəlib çıxmasa da ən azından yarım finaldayıq, kubokun, çempionatda da haradasa baxsaq riyazi şanslarımız var. Heç udmadığı komanda qələbələr qazanır. Yəni bu istefaya səbəbdirsə, yəni sizin dediyinizin arxasında nələrsə gizlənir. Bu da ki, yəni mən nə deyim valla, çox çətindir mənim üçün demək. 100% gizlənir. Əmin eləyirəm sizi gizlənir və sizin kimilərin dediklərinin arxasında çox şey gizlənir. Yəni 5 oyun udursan, məşqçi ilə necə görüşdü, bu müzakirəyə qoysa, əlbəttə çox şeylər gizlənir. Amma biz əsas öz işimizdəyik, rahatıq və öz işimizi canla, başla və hər cür Neftçiyə xeyir verəcək halda çalışırıq ki, bunu eləyək. Bir sual verəndə bir şeydən qorx ki, o sualın arxasında nələr yazılacaq. Nələr yazılacaq, kommentariyalar zatda, belə şeylərdən də biraz diqqətli olaq. Yəni, istefa barəsində sən niyə
odun içinə olmayan şeydən bir şey çıxartmağa çalışırsan. Nədir sənin məqsədin? Heç bir məqsədim yoxsa da fikrinizi bilmirəm. Sən çempionatın 9 tur qalıb, 10 tur qalıb, nə olacaqsa bilinmir. Yəni qabağımızda qoyulan məqsəd şəxsən mənim məqsədimlə, yəni klub rəhbəri ilə danışdığımız söhbətlərimizdən xəbərimiz yoxdur. Yəni siz niyə mənim illa ki də məndən mi söhbət gedir? Mənim getməyimi sən istəyirsən? Mən istəməyim asıl deyil, Sami bəy. Yəni qəribə şeydir. Mən sadəcə bir jurnalist olaraq sizdən soruşuram. Siz də deyim, həm ya yox. Aydın deyən baş Nəysə. məşqçi cavab verdi məsələyə. Sadəcə amma mən demək istəyirəm ki, çox sağ olun suala görə. Baş məşqçimizin klubla müqaviləsi var. Klub qarşısında müəyyən hədəfləri qoyub, bu da klubla baş məşqçi arasında təbii ki. Mübarizəmiz davam edir. Kubokdan da, çempionatdan da hələ şanslarımız var Avrokuboklar. Ona görə indi mübarə danışmaq həddən artıq tezdir. Mövsümün sonunda nə baş verəcək, nə edəcək? Təbii ki, bu barədə məlumat veriləcək. Yəni. Doğrudan da bura çıxıb suallara, bu cür suallara cavab verməyə səbir lazımdır. Səbir lazımdır. O da bu yaşdan sonra gələcəkmi, bilmirəm. Başqa suallar mı? Amma nəysə. Mübarə zəhmət olmasın. Sami bəy, komandanın nəticə qazanması üçün baş məşqçi nə qədər önəmlidirsə, hər halda material da çox önəmlidir. Futbolçular. Bu dəqiqə komandada yəni böyük ümidlərlə, hətta bildiyim qədər böyük məbləğə gətirilən futbolçular var. Qutsu olsun, Darbo olsun. Bəli, var. Baqamoyskina qata bilərik, Alfa Konteyndə bu cür futbolçular da Neftçi istəyinə çata bilərmi? Yoxsa yeni mövsümdə daha keyfiyyətli futbolçular lazımdır, ən azından bu adını çəkdiyim futbolçulardan ki, sırf istədiyiniz nəticəyə çatasınız. Yeni mövsümdə nələr olacaqsa, bu artıq yeni mövsümdən danışacağıq. Hansı oyunçular götürüləcək, nə olacaqsa. Amma mən fikirləşirəm ki, bu günləri şəxslərin, yəni insanların tək-bətək adlarından danışmaq yersizdir. Çünki ən azından biz bilirik ki, ilin axırına kimi, yəni çempionat qutarana kimi bu futbolçularla yolumuza davam elətdirməliyik. Hansındansa keyfiyyət ala bilmirsənsə, deməli onun başqa yönlərini özünə xeyir verəcək şəkildə istifadə eləməlisən. Bununla başını doldurmalısan ki, sən vuruşmalısan, canını qoymalısan. Ən azından bununla nəticə qazanmalısan ki, əgər nəzər yetirsə, bizdən öndə gedən komandaların içində də belə komandalar var. Sırf vuruşmaqla gəlib o yerlərdə olanlar. Yəni, bu günləri mən hansısa futbolçu haqqında bu yetərlidir, bu yetərsizdir, indi demək düzgün deyil. Bayaq qardaş demiş, yəni, necə dedi? Yəni, biz zaten gələndə biz bilirdik ki, bu yükün altına, yük də nədir? Bu futbolçularla davam edəcək. İnşallah yay qutarar. Əlbəttə ki, mən istədiyim, keçən dəfə də dedim, pres konferansiyada. Elə mövqelər var ki, həmən mövqelərə mən istədiyim tip oyuncular olmağı vacibdir. Bu, şəxsən adamların adından gedmir. Yəni, məsələn, ortada lazımlı dərəcədə cəld oyuncu. Yəni, son müdafiədə həddindən artıq sürətli futbolcu. Belə indi sadalasam uzun çəkəcək. Bu tipaj üzərində işləyəcək və çalışacaq ki, o cür futbolçular ən azından mənim kontraktım davam edən dövrdə bu cür oyuncular inşallah ki olsun. Amma bu futbolçular əldə olan, indi bugünkü futbolçularımız işimiz nədir? Maksimum bunlardan, onlar bizə xeyir verə biləcək şəkildə bunlardan nəsə qoparıb çıxartmaq.